25-ə qədər xəstəliyin müalicəsində istifadə olunan bu balaca sarışının adı zəncirotudur. Demək olar ki, o dünyanın ən bahalı dərmanlarının hamı üçün əlçatan təbii variantıdır. Azərbaycanın bütün bölgələrində bitir və ən effektiv təsir göstərdiyi sahə isə şəkərli diabet, xərçəng və leykoz xəstəliyidir. Bundan başqa hansı xəstəlikdə və necə istifadə olunması haqqında videonun gedişatında danışacağıq. Leykozla mübarizədə möcüzəvi bitkidir. Zəncirotundan hazırlanan çay müalicə zamanı çox təsirlidir. Zəncirotu kökləri leykozun 3 növünü məhv etməyə qadirdir. Qanda şəkər səviyyəsini endirir, xolesterini yox edir. Mədə-bağırsaq sisteminə çox xeyirlidir. Uzun illər boyu zəncirotundan orqanizmin yenilənməsi üçün istifadə edilib. Zəncirotu iştahı tənzimləyir, həzmi yaxşılaşdırır, bağırsaqdakı yaxşı bakteriyaları balanslaşdırır. Sidikovucu təsirə də malikdir. Ondan mütəmadi istifadə etmək böbrəklərdə daş yaranmasının qarşısını alır. Zəncirotu sidik yolları infeksiyalarının və silikli qışanın pozuntularının qarşısını alır. Daxili orqanlarda kistaların meydana gəlməsini və böbrək problemlərinin yaranmasını önləyir. Zəncirotu çayı xərçəng hüceyrələrinə nüfuz edərək onları yox etməyə qadirdir. O eyni zamanda yeni sağlam hüceyrələr yaradır. Tədqiqatların nəticələri təsdiq edib ki, zəncirotu melanoma, prostat və xərçəngin bütün növlərini öldürməyə qadirdir. Qan azlığınız varsa zəncirotundan istifadə sizə xeyir gətirəcək. Zəngin vitaminlər, dəmir və zülallar var. Vitaminlər eritrositlərin formalaşması üçün zəruridir və dəmir hemoqlobinin vacib hissəsidir. Tərkibindəki zəngin kalsium sümüklərin möhkəmliyi və inkişafı üçün həyati vacibdir. Zəncirotu sümükləri yaşla bağlı olan aşınmalardan qoruyur. Qığırdaq toxumanın bərpası üçün hazırlanan xüsusi dərmanın tərkibində zəncirotu var. Bu dərman tamlığı pozulmuş qığırdaq toxumanın bərpa edilməsi üçün hazırlanıb və oynaqların strukturunun bərpası və hərəkətin normallaşmasına səbəb olur. Zəncirotunun tərkibində çox sayda vitaminlər qaraciyəri təmizləyir və onun düzgün işlənməsini təmin edir. Eyni zamanda onlar bizim həzm sistemimizi mədə şirəsi ilə tənzimləyir. C vitamini iltihabı azaldır, mineralların udulmasına kömək edir, xəstəliklərin inkişafına mane olur. Zəncirotu südü dəri xəstəliklərində, göbələk və mikrob infeksiyalarının təmizlənməsində əvəzsizdir. O özündə bakterisid, insektisid və fungisid xüsusiyyətləri daşıyır. Ekzema, qaşınma və digər dəri xəstəliklərinin öhdəsindən yaxşı gəlir. Zəncirotu kökünün üydülmüşündən əldə olunmuş tozu yaraları səpdikdə qısa bir zamanda sağalır. Bu tozu istikdə qanda şəkərin miqdarı aşağı düşür. Oftalmoloqlar zəncirotu kökündən hazırlanan tozu içən adamların görmə qabiliyyətlərinin yaxşılaşdığını söyləyirlər. Uzun müddət onu qəbul etmək isə gözdə katarak xəstəliyinin əlamətlərinin azalmasına səbəb olur. Zəncirotu bitkisinin müalicəvi xüsusiyyətləri çox genişdir. Bu səbəbdən də onu dünyanın ən qiymətli dərman bitkiləri ilə müqayisə etmək mümkündür. Çiçəkləri, yarpaqları və torpaq altındakı kökü dərman kimi istifadə edilir. Çiçəkləri qurudulur və dəmlənib içilir. Yarpaqları ən bahalı restoranlarda delikates kimi verilir. Ev şəraitində isə qızardılaraq ya da ki adi halda göyərti kimi yeyilir. Torpaq altındakı kökü isə qurudulur. Həm çubuq formasında, həm də toz şəklində salınaraq dəmləyib içmək də olur. Yeməklərə toz kimi əlavə etmək də olar. Hər gün gündə 2 dəfə yeməkdən əvvəl 5-6 ədəd zəncirotu çiçəyini bir stəkana atın. Üzərinə qaynar su töküb 15-20 dəqiqə dəmdə saxladıqdan sonra için. 21 gün için, sonra 21 gün fasilə verib, sonra 21 gün davam edə bilərsiniz. Kanalımızı ziyarət edib digər videolara baxmağı, şərhlər bölməsində fikirlərinizi bildirməyi unutmayın. Bizə dəstək olun ki, biz də sizin üçün faydalı məlumatlar toplayaq. Sağ olun, salamat qalın.